Vüqar Nadirov deyəndə şəxsən məndən soruşsaz, Vüqar Nadirovun ən yaxşı qolu Jefrua Qışar Arena Sentetinə vurduğu qol. Özü şərik. Özüm şərh eləmişəm. O zaman var. 1-1 olmuş. Bilsən nə deyirlər? Nəyə gəldi, kvadratı bastı, vurdu, nətər gəldi. Sizə görə Vüqar Nadirovun Deyirək başı üstündən inançına nətər gəldi, qol vurmaq olar. Sizə görə Vüqar Nadirovun ən yaxşı qolu hansı olub? Belə Vüqara da sual verəcəm. Vüqar şərhlərdə yazarsınız, deyərsiniz. Ən baxımlı qol sənə görə hansı olub? Yəni ən yadda qalan qolunda. Vaxt amilinə baxanda Wisla Krakow. Niyə? Hələ Rauf görüşürdü, mən necə qolu vurdum. Bilmən baxmısınız ona yoxsa yox. Wisla Krakow, Polşada. 30-nu hardasa 40-50-ci saydı. Yəni o Kimdən görüşürdü? Rauf elə şeylə görüşürdü. Gəldi ki, Qurban mənimlə görüşdü. Ondan sonra gəldi bir skamyaka dolandı. Gəldi tap, mən vurdum. Baxmısan ona? Onun bir dənə video var. O Rauf oynayırdı. Mən Raufun yerinə çıxdım. Hə, sən Raufun yerinə çıxırsan oyunda. Rauf gəlir ki, müəllim, sağ olun. Sağ olun. Sonra bir o skamyaka. Elə bir şey var, Oktay var. Dizirədə işləyir, masaj. Bilməyəcəklər. Oktay var, masaj. Oktayla görüşəndə tap vurdum. Düşdü qabağıma, elə bastı. Yerlə görmədi bura. Deməli o qolu sən öz karyeranda. O da var. Tez qol vurdun yox. 7-ci dəqiqə məsəl üçün. Ya dəqiqələri yox, bu var. Sən əhəmiyyətli, vacibli. Ən yaxşı qol Sentetin.